Gəlin Kinderin Almaniyadan gələn advent kalendarını yoxlayaq. Mən bunu Favorit Premiumdan əldə etmişəm. Siz də ala bilərsiniz. Divardan asmaq üçün belə bir yeri də var. Yəni ki, divardan asırsınız və hər gün yeni ilə qədər, daha doğrusu Christmas-a qədər gəlib birini açırsınız. Amma mən hamısını birdən açacağam çünki görməmişəm. Mənim ADHD-im var. Mən bu rəqəmləri bilməyəcəm hansıdır. Elə ağlıma nə gəldi açacağam. Counteri çıxdı. Bunu açaq. Kinderin belə bir şokolatı var. 2 ədəd şokobons çıxdı içərisindən. Düz 2 ədəd şokobons. Belə bir şokolad. Hələ ki Kinderin bu advent kalendarını çox bəyəndim çünki yaxşı şeylər çıxır. Özdə şokobonsları qoyanda 2-2 qoyublar. Bunun özü əla bir şeydir. Buradan daha bir Kinder Country çıxdı. Buradan belə bir qardan adam çıxdı. Pingvin versiyasında olan şokolad. Adi Kinder şokoladı. Böyüyü açaq. 7. Burada daha bir şokoladı. Buradan açıram. Daha bir Kinder. Bir figurlu şokoladı olan Kinder sade şokolad. Kinder qardan adam. Şokobonslar. Sade şokolad. Heç gözləmirdim. İçindən Kinder sürpriz çıxacağını heç gözləmirdim. Deyərdim ki, indiyə qədər açdığım ən yaxşı advent kalendardandır. Çünki həqiqətən içindən yaxşı şeylər çıxdı. Bir də qalıbmış. 24 özdə mənim ad günümdür. 24 baxaq. Dekabr yox. Bir dənə də az qala ən vacibini yaddan çıxartmışdım. Bir dənə də Kinder sürpriz çıxdı. Vəhşi sənəyə bilirəm, rəylərdə elə yazacaq. Kinderin advent kalendarı da testdən keçdi. İndiyə qədər aldığım ən qəşəng advent kalendardır.